19-cu əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, milli realist rəngkarlığın banilərindən biri Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə təşkil olunmuş Şərq və Qərb üslublarının qovşağında adlı sərgi fəaliyyətini davam etdirir və ictimaiyyət üçün açıqdır. Son illər sənətkarın zəngin yaradıcılıq irsinə artan maraq sərginin müxtəlif auditoriyalar tərəfindən böyük diqqətlə qarşılanmasına səbəb olub. Sərgini mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri ilə yanaşı dövlət və ictimai qurumların kollektivləri də ziyarət edirlər. Bu çərçivədə Auditorlar Palatasının kollektivi də sərgini ziyarət edərək Mirzə Qədim İrəvaninin çoxsaylı yaradıcılığı ilə yaxından tanış oldular. Əllərində var ki, biz ekspozisiyanı Sərgi ziyarətçilərə Azərbaycan təsviri sənətinin tarixi inkişaf mərhələləri, milli bədii ənənələrin qorunub saxlanılması və mədəni irsin gələcək nəsillərə ötürülməsi məsələləri barədə ətraflı və dolğun təsəvvür yaratdı. Belə ki, ekspozisiyalarda nümayiş olunan əsərlər vasitəsilə dövrün ictimai-mədəni mühiti, estetik dəyərləri və rəssamın sənət dünya görüşü aydın şəkildə təqdim olunur. Məqsədimiz ilk növbədə incəsənət muzeyində olan tarixi əsərlərlə tanış olmaq, eyni zamanda bildiyiniz kimi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş Şərq və Qərb üslublarının dalğasında olan sərgini nümayiş etdirmək üçün gəlmişik. Mən ilk növbədə İncəsənət Muzeyinin bütün rəhbərliyi olmaqla kollektivinə bu şəraiti yaratdığı üçün təşəkkürümü bildirmək istəyirəm Auditorlar Palatasının kollektivi adından və bildirmək istəyirəm ki, biz bugün burada həqiqətən Azərbaycanımızın tarixi inciləri ilə tanış olduq, mədəniyyətinlə bir daha tanış olduq və burada bizim kollektivimizdə olan gənclərimiz də bu Azərbaycanımızın tarixi, mədəni irsinlə bir daha tanış oldular. Bugün bu tarixi əsərlərə nəzər yetirərkən həqiqətən də biz yenidən o tarixi kökümüzə qayıtmış olduq. Eyni zamanda tarixi yaddaşımızı təzələmiş olduq və xüsusən də bugün burada düşünürəm ki, gənclərin iştirakına bu çox böyük bir töhfə verəcəkdir. Kollektiv ziyarət zamanı incəsənət nümunələri qarşısında dərin heyranlıq hissi yaşandı. Ziyarətçilər bildirdilər ki, bu kimi mədəni tədbirlərin milli-mənəvi dəyərlərin təbliği, mədəni irsin qorunması və ictimai mədəni maarifləndirmənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O da qeyd olundu ki, Mirzə Qədim İrəvaninin yaradıcılığına göstərilən davamlı maraq Azərbaycan təsviri sənətinin klassik irsinin cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir. Bu sərgi təkcə Mirzə Qədim İrəvani kimi böyük bir rəssamın əsərlərinin nümayişi deyil, eyni zamanda Azərbaycan incəsənətinin formalaşdığı tarixi və mədəni mühitin də canlı təqdimatıdır. Onun yaradıcılığında Şərqin incəliyi və Qərbin realizminin ahəngdar şəkildə bir araya gəlməsi rəssamın nə qədər geniş dünya görüşünü və genişçi düşüncəyə malik olduğunu da açıq şəkildə göstərir. Mirzə Qədim İrəvaninin əsərləri yalnız bədii baxımdan deyil, həm də mənəvi və tarixi dəyərlərinə görə də çox önəmlidir. Bu əsərlərdə Qərbi Azərbaycanın mədəni mühiti, dövrün ruhu və milli dəyərlər aydın hiss olunur. Sərgiyə baxan hər kəs bir daha anlayır ki, Qərbi Azərbaycan bizim tariximizin və mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Qeyd edək ki, sərgi milli mədəni irsin tanıdılması, tarixi yaddaşın qorunması və incəsənət sahəsində ictimai marağın artırılması baxımından xüsusilə Qərbi Azərbaycan mədəniyyətinin tanıdılması və qorunması üçün mühüm platforma kimi dəyərləndirilir. Lamiyə Rövşənqızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.